Mən həkim olmaq qərarını atamın istəyi ilə verdim. 11-ci sinifə keçəndə mən o zaman həkimliyin, bizim nəsildə həkim olmayıb, həkimliyin nə olduğunu anlamırdım. Və məncə mənim üçün çox çətin oldu. Özəlliklə mən ixtisas müddətində həkimliyin nə olduğunu mən 25 yaşından sonra dərk etməyə başladım. Bu biraz mənə çətinliklər gətirdi ruhsal olaraq, amma bu qərar özümün idi və dolayısıyla bu çətinliklərə tab gətirməyim lazım idi. İndi yeniyetmələrə gerçəkdən ruhən, yəni ruhsal olaraq bu həkimliyi sahibləndinsə həkim ol. Məsələn, mən öz evladıma, oğlum var bir tək, Allah bütün balaları saxlasın, mən ona heç bir zaman sən həkim ol deyə deməyəcəm. Hətta məsələn, indi 14 yaşı var, mən həkim olmaq istəyirəm, diş həkimi, mən qətiyyən olma deyirəm. Bir atı olaraq bunun istəmirəm olmağını. Çünki o hələ həkimliyin nə olduğunu dərk etmir.